fikirlərdən uzaqlaşmaq üçün köklüyə bilirik və sadəcə biz başqa kənar fikirlərə diqqət ayırmayaraq fikrimizi tam oyuna kökləməliyik və çalışıb düzgün insanla oynamalıyıq və qarşımızda Ajax var. Bəli, elə oyun ilk açılışda da fikirlərimi bildirdim. Oyunun gedişatında sizə dəyişik edir və ilk dəqiqələrdən də buna edirlər. Hansı ki, 5-də daxil oynuyor, həm 4-də daxil oynuyor və hücum xəttində fərqli sistem qurur. Yəni, futbolçularının ona görə bildirdim ki, oyunun gedişatı çox diqqətli olması lazım oldu. Çünki biz daha çok istəyirik ki, aktiv futbol oynamalar, daha çok rəng və təzyiq göstərmək istəyirik. Əgər sistemdə hər hansı bir biraz dəyişiklik olsa, bunu biz həmən istəməliyik. Futbolçular meydanda həmən istəməlidir ki, düşündüklərimiz yanlış olmasın. Əgər yanlış olduğunda, bu bizim qapıda təhlükə deməkdir.